Bugünkü video izahımızda voleybol idman oyununda hansı hallarda oyunçuya xəbərdarlıq, hansı hallarda isə cəza verilir, bunun haqqında məlumat verəcəm. Əgər oyunçuya sözlə xəbərdarlıq edilirsə, bu sayılır şifahi xəbərdarlıq. Sarı kart verilirsə oyunçuya, bu sayılır rəsmi xəbərdarlıq. Sadəcə xəbərdarlıqdır, cəza verilmir. Hakim oyuncuya qırmızı kart verilirsə, bu zaman oyuncu oyunda qalır, rəqib komandaya bir xal, servis keçir rəqib komandaya. Hakim eyni əldə sarı kartla qırmızı kartı üst-üstə qoyub göstərirsə oyuncuya, bu zaman oyuncu setdən xaric edilir. Rəqibə isə xal verilmir. Sadəcə setdən xaric edilir, onun yerinə ehtiyat oyuncu varsa daxil olur meydana. Hakim əgər fərqli əllərdə sarı kartla qırmızı kartı oyuncuya göstərirsə, bu zaman oyuncu birbaşa oyundan diskvalifikasiya olunur. Dedim ki, bu halda da rəqibə xal verilmir. Qovulan oyuncunun yerinə ehtiyat oyuncu meydana daxil olur. Bunları hər birimiz bilirik. Mən isə bilmədiklərimiz haqqında məlumat vermək istəyirəm. Hansı hallarda oyuncuya xəbərdarlıq, hansı hallarda isə cəza verilir? Gəlin bunlar haqqında danışaq. Əgər oyuncu kiçik intizam pozuntusu edirsə, nə deməkdir kiçik intizam pozuntusu? Məsələn, hakimə etiraz edir. Jest və ya mimikadan istifadə edərək. Ciddi etiraz deyil bu. Sadəcə kiçik etirazdır. Bu zaman ilk dəfə belə bir hal baş verəndə şifahi xəbərdarlıq, növbəti dəfə belə bir hal baş verəndə isə oyuncuya rəsmi xəbərdarlıq olunur. Əgərsə oyuncu kobud davranış nümayiş etdirirsə, bu zaman nə olur? Kobud davranış nədir? İlk olaraq onun izahını verim. Kobud davranış odur ki, artıq sən hakimin verdiyi qərara ciddi etiraz edirsən. Uca səslə etiraz edirsən, jest və mimika ilə öz etirazını bildirirsən, hətta topu bərk yerə vurursan. Bu hallarda nə olur? Bu hallarda isə ilk dəfə belə bir hal baş verəndə oyuncuya qırmızı kart verilir, rəqibə bir xal servis keçir rəqib komandaya. İkinci belə bir hal baş verərsə, bu zaman sarı kartla qırmızı kartı üst-üstə qoyaraq oyuncuya göstərir və oyuncu setdən qovulur. Üçüncü belə bir hal baş verərsə, bu zaman oyuncu birbaşa oyundan diskvalifikasiya olunur. Sonra var təhqir etmək. Əgərsə təhqir edici bir hal baş verirsə nə olur? Məsələn, hakimi təhqir etmək, rəqib oyuncunu təhqir etmək. Belə bir hal baş verəndə, ilk dəfə olanda belə bir hal. Bu zaman oyuncu setdən xaric edilir. Növbəti belə bir hal baş verərsə, oyuncu birbaşa oyundan diskvalifikasiya olunur. Ən ağır cəza isə aqressiyadır. Birbaşa oyundan qovulma. Aqressiya nədir? Artıq bu fiziki təmasdır. Rəqibi vurmaq, rəqib oyuncunu itələmək, nə bilim, rəqib oyuncuya top vurmaq və s. Belə hallar baş verərsə, bu halda oyuncu birbaşa nə olur? Oyundan diskvalifikasiya olunur.